Sualın cavabını və izahını gözləyən şəxslər diqqətlə qulaq asın. Sual belə idi ki, bu şəraitdə yol ayrıcını sonuncu hansı avtomobil sürücüsü tərk etməlidir? Düzgün cavab verən savadlı sürücüləri, yol ayrıcının keçilmə qaydasını bilən sürücüləri təbrik edirəm. Bəli, sarı avtomobil sürücüsü bu yol ayrıcını sonuncu tərk edəcək. Biz isə hər zaman kimi şəkilli, detallı incələyək. Şəkildə nə görürük? Üç tərəfli, T şəkilli yol ayrıcı görürük. Yol ayrıcının nə olduğunu bilirik. Və yol ayrıcının keçilmə qaydasını da bilirik. Çünki bu yol ayrıcı eyni əhəmiyyətli yolların kəsişməsidir. Maddə 77 ilə tənzimlənəcək. Lakin maddəni qoyaq qırağa. Hələlik lori ilə gedək. Diqqət elə. Hal-hazırda mavi rəngli avtomobilin sağında boz rəngli avtomobili var. Yəni birmənalı olaraq mavi rəngli avtomobil tərpənə bilməz və boz rəngli avtomobilin sağında da sarı avtomobili var. Boz rəngli avtomobildə birmənalı olaraq tərpənə bilməz. Lakin diqqət edirik sarı avtomobilə. Bir mahnı var, nəsə var səndə nəsə. Diqqət elə, sarı avtomobildədir nəsə problem. Onu görə bilmirsən, amma mahnını tez yadıva sala bilirsən. Mahnını yox, maddə 77-nin 4-cü hissəsini yadıva sal, eyni əhəmiyyətli yolların keçilməsi qaydası necə idi? Sola dönən sürücü, sola geriyə dönən sürücü qarşıdan gəlib düzünə və ya sağa dönənə yol verməlidir. Başqa sözlə desək, hələlik sarı avtomobilin sağı boşdur. Yol ayrıcına daxil olsun, yol ayrıcına daxil olan kimi sağında mavi avtomobil qalacaq. Mavi avtomobili buraxmaq istəyir, lakin mavi avtomobilin də sağında boz rəngli avtomobil olduğu üçün mavi avtomobil hərəkətini davam etdirə bilmir. Lakin sarı rəngli avtomobil yol ayrıcına daxil olan kimi boz avtomobilin sağı boşalır. Ona görə boz avtomobil tərk edir yol ayrıcını, ikinci mavi rəngli avtomobil, ən axırıncı yol ayrıcına birinci girən sarı avtomobil sürücüsü yol ayrıcını tərk edir. Sağ olun, sizinlə Mərzə Məmmədov idi.